Marka adının testləşdirilməsi, brand name testing dediyimiz və fokus qrup məsələsi. Yaxşı ad diqqət çəkir, düzgün ad isə yadda qalır. Marka qurmaq istəyən hər kəs birinci ilişdiyi yer ad seçimidir. Mən nə ad qoyacağam, nə ad olsun. Çünki ad sadəcə bir söz deyil, ilk təəssürat, ilk toxunuş və yaxud ilk reaksiyadır. Amma təəssüf ki, bir çox brendlər, bir çox markalar bu mərhələni sadəcə emosiyalarına və hisslərinə əsaslanaraq keçməyə çalışır. Amma biz hisslə yox, data ilə ölçülə bilən bir, yəni ölçdüyümüz və istehlakçıdan aldığımız ad ilə bazarda daha uzun ömürlü ola bilərik. Və bunun yolu isə brand name testing dediyimiz seçilmiş adların üzərində və istehlakçı ilə birgə müzakirə edib yekunda qərar aldığımız bir adı daha asan bazara otuzdıra bilərik, daha sürətli uğura çata bilərik. Sadə dildə desək, bu ad insanlarda nə hiss yaradır və onu xatırlayacaqlarmı və yaxud xatırlayanda necə xatırlayacaqlar? Suallarının elmi cavabını tapmağın yolu brand name testingdir, yəni marka adının testləşdirilməsidir. Bəs biz bunu necə edirik? Bunu hansı yolla edirik desəniz, bunun vasitəsi isə fokus qrup deyilən bir alətdir. Bu, müxtəlif auditoriyalardan seçilmiş insanların hamısının bir yerə yığılması və bizim verdiyimiz bu adın və ideyanın ortaq müzakirə formatında aparılmasıdır ki, yekun qərarda biz ya verdiyimiz ad ideyası üzərində qalırıq və yaxud yeni ad ideyasına gedirik və yaxud verdiyimiz ideyanı daha da təkmilləşdirə bilərik. Burada bir çox məlumatlar müzakirə oluna bilər. Bunlardan biri ad asandırmı, ümumiyyətlə tələffüzü və yadda qalması rahatdırmı, doğru emosiya və mesaj ötürürmü, rəqiblərlə qarşılıqlıq yaradırmı, fərqlənirmi? Çünki bəzən bir ad sənə çox cool gələ bilər, amma istehlakçı fərqli mənfi çağırış da doğura bilər və yaxud istehlakçı bunu qəbul etməyə də bilər. Və mən sizə əmin etmək istəyirəm ki, test etmədən seçilən ad brendin illərlə daşıdığı səhv qavrayışa çevrilə bilər və bir yük kimi markanın və yaxud marketoloqun və yaxud marketinq rəhbərinin belində qalacaq. Marketoloq, marketinq rəhbəri ona görə ad seçmir, adları yoxlayır, test edir və rəhbərə təqdim edir ki, biz bax bu markaya, yeni yaradacağımız bu məhsula və xidmətə bu adı qoysaq daha uğurlu olar. Çünki bazarda qalib gələn markalar əvvəlcə qulaqlarda, sonra isə insanların zehinlərindən yaranır. Sən də bu testi öyrənmək və fokus qrup etməyi bilmək istəyirsənsə, Peşəkar Marketinq Akademiyasına gəlib öyrənə bilərsən. Hələlik.